çalışacağım ki taksonomiya mərhələləri haqqında da bir daha biliklərinizi təkrarlamaq üçün izahlar verim. Demək, biz bilirik ki, idrak taksonomiyası mərhələləri, hansı mərhələlər var? Yadımıza salaq həmin mərhələləri. Deməli, xatırlamaq mərhələsi, qısaca yazım, xatırlamaq, sonra anlamaq, sonra tətbiq etmək, təhlil etmək, sonra dəyərləndirmək və yaratmaq mərhələlərindən ibarətdir. İndi variantlar üzərində baxaq. Məsəl üçün, kiçik bir izahat gedək. Nə zaman testdə mən xatırlamanı seçəcəm? Nə zaman xatırlama mərhələsini seçməliyəm? Nə isə yadıma salıramsa, tanıyıram, müəyyənləşdirirəm, yadıma salıramsa, yəni mən nəyi düşünürəm? Burada verilən tapşırıqda yadıma salırammı? Sanki özümüzə belə bir sual veririk. Nəyi düşünürəm? Yadıma salırammı? Yəni situasiyanı oxuyub baxsam ki, görsəm ki, mən yadıma salıram, nəysə düşünürəm və yadıma salıram. Bu zaman xatırlama mərhələsinə aid olduğunu qeyd edəcəm. Anlama mərhələsini nə zaman seçim edə bilərəm? Mahiyyətini başa düşürəmmi? Görək, bu sualda söhbət nədən gedir? Məsələn, inteqrasiya varmı? Tutaq ki, inteqrasiya məsələsi var burada. Nümunələr gətirir. Deməli, mahiyyətini başa düşürəm deyə nümunələr gətirirəm. Sonra ümumiləşdirmə edə bilirəmmi? İzah edə bilirəmmi? Təsnif edirəmmi? Şərh edirəmmi? Bu kimi fikirlər, oxşar fərqli tərəfləri müəyyənləşdirə bilirəmmi? Deməli, anlayıram ki, mən bunları edirəm. Mahiyyətini başa düşdüyüm halda anlama mərhələsidir. Mahiyyətini başa düşürəmsə, bu zaman olacaq anlama mərhələsi. İndi tətbiq mərhələsini nə zaman seçərəm? Situasiyanı həll edirəmmi? Mən həll edəcəyəmmi? Bu tapşırığı, verilən tapşırığı mən həll etməliyəmmi? Əgər həll edirəmsə, bir tapşırığı yerinə yetirirəmsə, onu həyata keçirirəmsə, burada mən deyəcəm ki, tətbiq etmək mərhələsindədir. Sonra tətbiq mərhələsinə gələndə, təhlil mərhələsinə gələndə, məsələn, belə bir sual verirəm, situasiyanı oxuyuram, uyğun olanı, yaxud da uyğun olmayanı seçməliyəmmi? Deməli, nə zaman seçim edəcəm? Təhlil edərkən seçim edəcəm. Hansı uyğundur, hansı uyğun deyil? Məsələn, fərqləndirə bilirəmmi? Gərək təhlil edim, sonra fərqləndirim. Məsələn, deyirəm ki, materialda müəllifin mövqeyini müəyyənləşdirə bilirəmmi? Bax, təhlildir bu. Mən müəllifin mövqeyini təhlil edərək müəyyənləşdirə bilərəm. Sonra dəyərləndirmə mərhələsində, əgər müəllifin mövqeyinə öz münasibətimi bildirsəm, bu dəyərləndirmə olacaqdır. Amma müəllifin mövqeyini müəyyənləşdirəndə, artıq bu təhlildir. Müəllifin mövqeyinə öz münasibətimi bildirsəm, bu artıq dəyərləndirmə mərhələsi olacaqdır. Məsələn, deyirəm ki, şagird nəticənin uyğunluğunu necə müəyyənləşdiribdir. Mən bunu fikrimi əsaslandıraraq necə yoxlaya bilərəm? Və yaxud da şagirdin fikrini əsaslandırdığını necə yoxlaya bilərəm? Bax, dəyərləndirmə mərhələsinə aiddir. Dəyərləndirmə mərhələsi də, deməli, məndən şəxsi münasibətimi istəyir, mövqeyimi istəyir, mühakiməmi istəyir, analiz etməyimi istəyir. Bax, bu olur dəyərləndirmə mərhələsi. Sonra, yəni, bir qaldı hansı yaratma mərhələsi? Yaratma mərhələsində də bildiyimiz kimi artıq yeni bir məhsul ortaya gəlməsidir. Məsələn, deyirəm ki, yeni bir məhsul, onun həll yolunu yarada bilirəmmi? Problemi, situasiyanın alternativ yolunu burada görürəmmi? Yeni bir yola baxırammı? Yəni, situasiyanı oxuyanda deyirəm ki, görün burada yeni bir yol varmı? O zaman yaratmaq bəndini seçməliyəm. İndi gəlin suallara baxaq. Birinci sual nümunəsi görək hansına aid olacaqdır.
Deməli, birinci sual nümunəmizdə şagird dahi bəstəkar Üzeyir Hacıyevin Koroğlu operasını dinlədikdən sonra əsərdəki əsas obrazların xarakteri xüsusiyyətlərini və musiqi dilinin orijinallığını şərh edir. Biz də deyirik ki, əgər şərh edirsə, yəni təsnif edir, izah edir, ümumiləşdirir. Bax, bu şərh edir, deməli, anlayır, şərh edir. Bu anlama mərhələsinə aiddir. Əgər şagird burada şərh edirsə, deməli, deyəcəm ki, mahiyyətini başa düşür. Mahiyyətini başa düşür, deməli, anlama mərhələsi olacaq. Cavab olacaq B variantı.